Naxçıvan şəhər İcra Hakimiyyətində konstitusiya və suverenlik çərçivəsində Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan konstitusiyasının müəllifidir mövzusunda tədbir təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib xatirəsinə ehtiramlarını bildiriblər. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyən edib, milli dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb. Konstitusiyanın qəbul edilməsi ilə xalqın iradəsi, hüquq və azadlıqları dövlətin ali məqsədinə çevrilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri Şöbəsinin rəisi, Baş Ədliyyə Müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkil, Ombudsman aparatının əməkdaşı Samir Tarverdiyev, Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin formalaşmasında, milli konstitusiyanın hazırlanmasında və qəbulunda göstərdiyi müdrik siyasi iradədən bəhs ediblər. Tədbirin bədii hissəsində Naxçıvan şəhər məktəbliləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, konstitusiya və suverenlik ili ilə bağlı film nümayiş olunub. Poladı demiri də yumuşaldıb mum eyledi. Onunla artıq bizim gücümüz, qüvvətimiz bitməzdir o dahiyə olan məhəbbətimiz. Eyni zamanda 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayacaq. Oruç Mirzəyev, Təxminə Babayeva, Rəşad Əkbərov, NTV Xəbər. Dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusudur.